Bağışlayan və mehriban Allahın adı ilə, Allahın salamı və rəhməti sizlərin üzərinə olsun inşallah. Allah ibadətlərinizi, tutduğunuz orucları ali dərəcədə qəbul etsin inşallah. Barındı müşkülün əgər, yubanma səslə ya Həsən, nəzər edər Peyğəmbərin əzizi müstəba Həsən. Xulus ilə çağırsa kim, şəbab əhli cənnəti, Kərimi əhli beytidir, əlində var dəva Həsən. Xüsusən də bu günlərdə İmam Həsən əleyhissalamın mövlud günləridir. Sizləri bu mövlud münasibətilə təbrik edirik. Hər zaman olduğu kimi mənimlə bahəm bir-birindən əziz və dəyərli qonaqlarım var. Hər birini salamlayıram. İlk öncə dəyərli alim, dəyərli ilahiyyatçı Hacı Əkrəm Əliyevi təqdim edirəm. Hacı, xoş gəlmişsiniz inşallah. Sağ olun, təşəkkür edirəm. Allah razı olsun. Dəvətinizə görə minnətdarım. Allah razı olsun. Və digər əzizimiz, dəyərli Əhl-i-Beyt məddahı, ustad məddahlardan olan Seyid Peyman əzizimiz bizlə bahəmdir. Seyid, salamlayırıq sizi. Əleykum salam, çox sağ olun. Allah var eləsin. Xoş gününüzə gəlin. Digər qonağımız Əhl-i-Beyt şairi Ağa Mirzə Qail. Salamlayırıq sizi. Əleykum salam, mən də salamlayıram. Təşəkkür ederim. Allah var eləsin sizləri. Dəyərlimiz Qari Quran Kamal Məmmədov. Xoş gördük sizi də əziz qardaşım. Selamun aleyküm. Siz də xoş gördük sizi. Təşəkkür edirəm dəvətiniz üçün. Allah sizlərdən razı olsun və hər zaman olduğu kimi ilk öncə Quran sədasına yer verəcəyik. İlk öncə qardaşım siz sözdədir. İnşallah buyurasınız. Bizləri o gözəl avazınızda feyziyab eləyəsiniz. Buyurunuz. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. İnna kulla şeyin xalaqnahu biqadar. وَمَا أَمْرُنَا إِلَّا وَاحِدَةٌ كَلَمْحٍ بِالْبَصَرِ وَلَقَدْ أَهْلَكْنَا أَشْيَاعَكُمْ فَهَلْ مِن مُّدَّكِرٍ وَكُلُّ شَيْءٍ فَعَلُوهُ فِي الزُّبُرِ وَكُلُّ صَغِيرٍ وَكَبِيرٍ مُسْتَطَرٍ إِنَّ لِلْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ في مقعد صدق عند مليك مقتدر إن المتقين في جنات ونهر في مقعد صدق عند مليك مقتدر بسم الله الرحمن الرحيم الرحمن
علم القرآن خلق الإنسان الرحمن علم القرآن خلق الإنسان علمه البيان الشمس والقمر بحسبان والنجم والشجر يسجدان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان والسماء رفعها ووضع الميزان ألا تطغوا في الميزان وأقيموا الوزن بالقسط ولا تخسروا الميزان والأرض وضعها للأنام فيها فاكهة والنخل ذات الأكمام والحب ذو العصف والريحان فبأي آلاء ربكما تكذبان صدق الله العلي العظيم. Əziz qardaşım, təşəkkür edirəm. Allah səsinizə, nəfəsinizə bərəkət versin inşallah. Allah sizləri Allah razı olsun. Quran və Allah əhl-i razı beytindən ayrı salmasın inşallah. Təşəkkür edirəm minnət. Acı bu günlərdə, Ramazan günlərində tamaşaçılara maraqlı olan mövzular ətrafında söhbət edirik və bu günləri İmamətin ikinci nuru İmam Həsən əleyhissalamın mövlud günüdür. İstəyərdik bizlərə və tamaşaçılara inşallah İmam Həsən əleyhissalamın fəziləti haqqında danışasın inşallah. İmamımıza olan mərifətimiz, məhəbbətimiz daha da artsın inşallah. Bismillahirrahmanirrahim. İmam Həsən əleyhissalamın biz həyatını əslində bir neçə hissəyə bölə bilərik və bu bölgülərin hər biri bir-birindən daha fəzilətlidir. Belə ki, biz İmam Həsən əleyhissalamın həyatının bir hissəsi Peyğəmbərin zamanına təsadüf eləyir, bir hissəsi öz Peyğəmbərdən sonraki zamana təsadüf eləyir, bir hissəsi atasının xilafət dövrünə, bir hissəsi özünün xilafət dövrünə bu cür hissələrə bölmək olur. Təbii ki, hər birində İmam Həsən əleyhissalamın həyatı fəzilət və insanlar üçün ibrət dolu bir məqamlarla doludur. Bunların içində məncə həm bizə, həm tamaşaçılara
xüsusi maraqlı gələ bilən hissə yəqin ki, Peyğəmbərimizin zamanına təsadüf elədiyi həyat dövrü ola bilər. Çünki İmam Həsən əleyhissalamın kiçik yaş dövrləridir. Təxminən 6-7 yaş arasında olan dövrlərə qədər əhatə eləyir. Əhəmiyyəti nədən ibarətdir? Əhəmiyyəti bundan ibarətdir ki, bu cür qısa bir dövr Peyğəmbər zamanında olmasına baxmayaraq, Peyğəmbərin onun haqqında dediyi böyük sözlər tarixdə iz qoymasıdır. İmam Həsən əleyhissalamın barəsində Qurani Kərimdə müxtəlif yerlərdə onun barəsində qeyd olunan fəzilətlər xüsusi diqqət tələb eləyir. Çoxdur Qurani Kərimdə İmam Həsən əleyhissalama işarələr, yəni bütün Əhl-i Beytin içində olduğuna görə İmam Həsən əleyhissalam da Əhl-i Beytdən olduğundan həm xüsusi, həm ümumi fəziləti barəsində sözlər edilib. Məsələn, onlardan biz birini götürsək ki, mübahilə ayəsi var Qurani Kərimdə. Tarixdə məşhurdur ki, Peyğəmbərlə bir dəstə insanlar yola getmək istəmirlər, iman gətirmək istəmirlər. Uzun məşhur bir hadisədir, siz yəqin ki, onu bütün tamaşaçılar hamı çox eşidiblər. Orada Allah Taala Peyğəmbərə həmin iman gətirməyənlərlə mübahiləyə dəvət eləyir. Yəni, bir-birinə qarşı nifrin eləmək, bir-birlərinə qarşı bəddua eləməyə dəvət edir ki, gəlin, əgər siz haqsızsa, siz gəlin, dua edin ki, düzlər Allaha pənahında qalsın, pislər, məsələn, Allahın qəzəbinə düçar gəlsin. Hər ikimiz bu nifrini eləyək. Kim haqdırsa, o təbii ki, qorxmayacaq və kim batildirsə, bu bəlaya düçar olar. Tarixdə yazırlar ki, Peyğəmbər əleyhissalamın həmin mübahilə hadisəsində iştirak eləməsi, orada özündən əlavə 4 nəfərin də olması qeyd olunur ki, onların biri İmam Həsən əleyhissalamdır. Ki, Allah Taala İmam Həsən əleyhissalamın iştirakı ilə həmin hadisədə onu da orada qeyd eləyir və Peyğəmbərin oğlu kimi təqdim eləyir. Əbnaəna və əbnaakum. Yəni, İmam Həsən əleyhissalam bilir ki, Peyğəmbərin nəvəsidir, amma Qurani Kərim birbaşa Peyğəmbərin oğlu kimi, Peyğəmbərin öz övladı kimi təqdim eləyir onu və hadisənin sonu belədir ki, onlar bunu görəndən sonra çəkilirlər. Yəni, bu ayədə bir məqama diqqət eləsək, İmam Həsən əleyhissalamın fəziləti tamam aşkar olur. Deyə bilərik ki, Peyğəmbər özü bəs eləyirdi. Məsələn, bu hadisədə iştirak eləməsi üçün. Peyğəmbər özü əgər nifrin də eləsə, dua da eləsə, hər nə eləsə də Allahın yanında olan həmin o hörmət və ehtiramına xatir duası, nifrini, hər bir şeyi qəbul olar. Niyə məhz bunları da özü ilə bu hadisədə şərik eləyir və Allah ona buyurur ki, bunlar da qaçcına. Burada Allah Taala bunların da fəzilətini təqdim eləmək istəyir ki, bunlar da elə bir şəxslərdir ki, Allah yanında xüsusi hörmətləri var. Allah haqqı bunların vasitəsilə yer üzündə bərpa eləmək istəyir, bərqərar eləmək istəyir, təsdiqləmək istəyir və bu həqiqətən də özü bir göstəricidir ki, İmam Həsən əleyhissalamın həm Allah yanında, həm Peyğəmbər yanında nə qədər bir dəyəri var ki, xırda yaşı da olmasına baxmayaraq, 4-5 yaşında olmasına baxmayaraq, bu cür mühüm və əhəmiyyətli bir hadisənin iştirakçısıdır və orada tarix bunu qeyd eləyir. Yaxud məsələn, bu bir Quran hadisəsidir. Peyğəmbərimizin öz məşhur kəlamlarından biri var ki, buyurur, Həsən və Hüseyn, mənim nəvələrim, cənnət cavanlarının ağalarıdırlar. Seyyidə şəbabə əhlil cənnə, belə bir hədis var Peyğəmbərdən. Xüsusi diqqət yenə tələb eləyir.
Yəni burada adicə cənnət əhlinin olmasını deyilmir. Burada vurğu bundadır ki, cənnət cavanlarının rəhbəridir, ağasıdır, onların nümunəsidir. Bunu başa düşmək olar ki, yəni cənnətə təbii ki, çox insanlar İnşallah ki, gedəcəklər. Cənnətdə çox cavanlar, məsələn, daxil olacaqlar. Amma yenə də burada İmam Həsənin fəziləti burada qabarır ki, onların ağası, onların rəhbəri olması, yəni dünyada hər kim, bütün cavanlar, bütün bu insanlar İmam Hüseyin əleyhissalam, İmam Həsən əleyhissalamı özünə nümunə qərar verməsi, onu özünə rəhbər bilməsi cənnətə düşməyin şərtlərindən və onun lazımısındandır. Və bu məsələlər İmam Həsən əleyhissalamın fəzilətlərini bizə bir daha geniş surətdə çatdırır. Sanki Hacı Peyğəmbərin bir xüsusi nəzəri var idi İmam Həsən əleyhissalam. Bəli, bəli. Həqiqətən elədir. Qeyd elədiyim kimi bütün bu hadisələrdə Peyğəmbər bilirsiniz elə-belə işlər görməyib. Hər bir işində hikmət və ibrət var. Bütün əməlləri, bütün sözləri, məsələn, Qurani-Kərim bilirsiniz də Peyğəmbərin sözləri barəsində buyurur ki, vəhdir. Özündən heç bir söz deməz. Hər nədirsə artıq vəhd. Elə bilin ki, Quran ayəsi kimi bir sözlərdir. Hərəkətləri də həmçinin onu İslam alimləri bəhs edirlər ki, Peyğəmbər əməlləri ki, biz bu günlərim ona sünnə deyirik, insanlar üçün hüccətli yoxsa yox. Yəni Peyğəmbərin artıq belə deyək, şəxsi halı demək olar ki, qalmır. Peyğəmbər hər nə iş görürsə, ümməti üçün bu işin olub-olmaması, düzgün olub-olmaması, səhv olub-olmaması barəsində bir göstəricidir. Əgər Peyğəmbər bunu eləyirsə, demək ki, biz də eləyə bilərik. Peyğəmbər bunu deyirsə, demək, yəni bütün bu məsələləri nəzərə alanda Peyğəmbərimizin heç bir işinin təsadüfi yaxud belə deyək də laqeydsiz deyilməsinin şahidi olmuruq. Hər bir şeydə bir hikmət və məsləhətin olmasını görürük. Uşaqlıqdan İmam Həsən əleyhissalama bu qədər qayğı göstərmək, bu qədər diqqət göstərmək təbii ki, bir nəvə sevgisi deyil. Eyni zamanda ümmət üçün əmanət qoyub gedəcəyi bir insandır, şəxsdir ki, onu bizə çatdırmaq istəyir, onu vurğulamaq istəyir bizə. Mən məsələn bir kəlmə bunu deyim, bəlkə də cavabım biraz uzun oldu, üzrlü sayasız. Məsələn yazırlar ki, Əhl-i Beyt ayəsi ki, Peyğəmbərə nazil oldu, Əhzab 33-cü ayə. Dedilər, Peyğəmbər 6 ay müddətində gedib hər gün sübhə gedəndə dayanardı xanım Fatimənin əleyhissalamın evinin qarşısında bu ayəni oxuyardı. Ondan sonra səsləyərdi ki, mənim Əhl-i Beytim gəlin namaza. Deyə bilirik ki, bu nə ehtiyac var axı bir ayəni hər gün təkrarla 6 ay. Amma məqsəd var idi, məram var idi ki, Peyğəmbər başa düşülür ki, bunu heç boş yerinə eləmir. İmam Həsən əleyhissalama da göstərdiyi diqqət, həm Qurani-Kərimdə onun fəzilətlərini Peyğəmbər tərəfindən göstərilən bu xüsusi diqqət bunu vurğulur ki, ümmət üçün çox mühüm bir şəxsiyyətdir ki, ümmətə lazımlıdır və ümmət üçün Quran dili ilə desək, üsvə, nümunə və ideal bir adamdır ki, özü üçün rəhbər və böyük seçməlidir. Az təşəkkür edirəm, Allah razı olsun. Bayaq da vurğuladığım kimi bir-birindən dəyərli və əziz qonaqlar mənlə bahəmdilər burada inşallah. Mən istəyərdim dəyərli Əhl-i Beyt şairi Ağa Mirzə Qalib bizdən birgədir. Az istəyərdim sözü sizə verim, o gözəl qələmimizlə qeyd aldığınız şeirlərdən səsləndirərsiniz inşallah. İnşallah, başlayın. Mən də istəyirəm bir Ramazan ayı ilə bağlı bir qəzəl deyim inşallah. Gracias. Ey bəndə, yax öz nəfsüvi şiddətlə bu ayda. Mah-i Ramazandır, yaşa iffətlə bu ayda. Vur zəncirə öz hissivi, ruhun ola aram.
qəlbin də rahatlıq tapar ləzzətlə bu ayda. İmanını hər kəs qorusa, bil ki o şəxsə iblis də kənardan baxar əsrətlə bu ayda. Təqva çiçəyin əkməlisən qəlb bağında, baxmaqla həyat həzzinə nifrətlə bu ayda. Bir ləhzə unutma, qonaq etmiş səni Allah, öz süfrəyi ehsanına nemətlə bu ayda. Açdı üzünə bəndəsinin haqqı Teala, açdı üzünə bəndəsinin haqqı Teala, öz məğfirətindən qapı rəhmətlə bu ayda. Bir qul kimi qail, əyil o şahın önündə, ixlas ilə, sidq ilə, məhəbbətlə bu ayda. Allah qələmizə bərəkət versin. Təşəkkür Var edirəm, olasınız, var təşəkkür edirik sizə. Və bu gözəl misralarla həm mən istəyərdim, dəyərli Əhl-i Beyt məddahı, həbimizin sevimlisi olan Seyid Peyman qardaşıma söz verim. Seyidcan buyurasın inşallah, söz sizdədir. Baş üstə. Allah var eləsin. Allahümme salli ala Muhammedin ve ale Muhammed. Belagal ula bi kemalihi. كشف الدجى بجماله حسنت جميع خصاله صلوا عليه وآله. Ey can-ı Mustafa, Hasan-ı Müçteba, ey can-ı Mustafa, Hasan-ı Müçteba, Kerim-i Ehl-i Beyt, canım sana feda. Kerim-i Ehl-i Beyt, canım sana feda. Ey Gülü Rizvan Hasan, derdlere derman Hasan. Ey Gülü Rizvan Hasan, derdlere derman Hasan. Sen ki göz açtın aleme, sevindi kalbi Fatime. Peygamber etti zümzüme, can Hasan, can Hasan. Ey Gülü Rizvan Hasan, derdlere derman Hasan. Ey Gülü Rizvan Hasan, derdlere derman Hasan. Rahmet ayı viladetin, çok alidir imametin. Kısmet ola şefaatin, can Hasan, can Hasan. Ey Gülü Rizvan Hasan, derdlere derman Hasan. Ey can-ı Mustafa, Hasan-ı Müçteba,
Kərimi Əhl-i Beyt, canım sənə fəda ey, Gülü Rizvan Həsən, dərdlərə dərman Həsən. Ey Gülü Rizvan Həsən, dərdlərə dərman Həsən. Üzü 14 gecəli ay kimi xoş mənzəridir. İki əbruləri düşmən gözünə xəncəridir. Zahir o batin üçün Həzrəti Peyğəmbəridir. Üzünə baxsaq olardı onun hər kimsənə mat. Favri Peyğəmbər İslam'a deyərdi salavat. Allahümme salli ala Muhammed ve ali Muhammed. Olubdur çün nimeyi Ramazan, Ruşan oldu cihan, ruha can geldi. Semalardan Fatime hanıma təhniyyə demeye qüdsiyan geldi. Şab-ı miladi Həsən geldi, Safayı bağı çəmən geldi. Şab-ı miladi Həsən geldi, Safayı bağı çəmən geldi. Ey xaçə bəqi səhn o rəvagə, nəni yazın dəfn oldu Həsən səndə. Çırağa nəni yazın Məhdi sənə zairdir. Qonağa nəni yazın, dördü qəbri varın yandıran ol, cəmi Həsəndir. Yəni üçü pərvanədilər, şəmi Həsəndir. Allah Allah qəbul razı eləsin. olsun. Allah səsə bərəkət Çox versin. sağ Mən də olun, bir cürət təşəkkür elədim. edirəm. Sizdən oxudum adı. Allah Estağfurullah, razı olsun. Allah Var səsə olasın bərəkət inşallah. versin. Təşəkkür edirəm. Allah sizi qorusun. Gözəllik qatdınız məclisə. Hacıcan, məsumların bütün hədisləri gözəldir, bütün hədisləri hərbimizin qəlbində təsirlidir. İmam Həsən əleyhissalamın hansı hədisi sizə çox təsir edib? İstəyərdik bu haqda danışaq. Allah özünüz yaxşı buyurdunuz ki, təbii ki, bütün kəlamlar hamısı nurdur, hamısı gözəldir. Sadəcə olaraq həyatın hansı sahəsində istifadə eləmək məsələsi var hədisləri. İmam Həsən əleyhissalamın da hədisləri digər məsumların hədisləri kimidir. Hər həyatın müxtəlif sahələrini əhatə eləyir. Bəzi hədislər dostla bağlıdır, bəzi hədislər məsələn ailədə bağlıdır, bəzi hədislər cəmiyyətdə, bəzi hədislər ibadətlə, bəzi hədislər günahlara qarşı, müxtəlif belə. Amma mənim şəxsən İmam Həsən əleyhissalamdan xoşladığım bir hədis var və o hədis təxminən bu məzmunda digər məsumlardan da var. İmam Həsən əleyhissalamdan məşhur bir hədisdir. Buyurur ki, digərləri ilə elə bir rəftar elə ki, özünlə elə rəftar eləməyi sevəsən. Bu hədis əslində qısa məzmunlu olsa da,
mən niyə görə çox xoşuma gəlir? Bunu həyatın bütün sahəsinə şamil eləmək olur. Hədisə diqqət eləsək buyurur ki, özün nəyi sevirsənsə, başqalarına qarşı bir şey eləyəndə ilk növbədə düşün, mən olsaydım necə olardı? Məsələn, təsəvvür edin ki, biri müdürdür, istəyir, məsələn, işçilərlə münasibəti qursun, orada hansısa bir qanunları qoysun. Orada birinci bunu düşüncünən, sən özün o aşağıda olsun, nəyi umardın? Çünki adətən biz bunu yaddan çıxardanda bəzi haqsızlıqlar, fəsadlar baş verə bilər. Amma özümüzü çətin vəziyyətə qoyub düşünəndə, təbii ki, özümüz axı bilirik nədən xoşumuz gəlir. Məsələn, müdür hansısa bir qanunu qoyur, o da incəliklə fikirləşmir. Əziyyət çəkəndə də fəaliyyət çəkir. Məsələn, deyək, fasilə vaxtı az verir, yemək yaxşı verilmir, keyfiyyətli verilmir. Məsələn, elə olursa da bunlar. Yaxud hansısa bir şeyə görə, məsələn, ciddi töhmət verilir. Amma özünü o yerə qoyanda ki, o cəza çəkən sənsən, umacağın nədir? Onu düşünəndə sən təbii ki, bunu nəzərə ala bilirsən ki, mən orada olsaydım istəməzdim mənə belə olunsun. Bu sənə dərhal kömək olur ki, sən o işi görəndə artıq ədalətə riayət eləyə biləsən. Məsələn, bir nəfər müəllimdir, dərs deməlidir. Şagirdlərə, məsələn, hansısa qayğını göstərməlidir, hansısa növdə tədris eləməlidir. Deyir, dərhal özünü qoy onun yerinə. İndi, məsələn, sən əgər o uşaqların birinin valideyni olsun, müəllimdən umacağın nə olardı? Məsələn, döyməsin, qışqırmasın, haqqını kəsməsin, məsələn, yormasın, onlarla mehriban olsun, elə dərs desin ki, onlara o fəni sevdirə bilsin. Bunları umacaqdın. İndi özü qoydun o yerə, gördün o şeylər xoşuma gəlir, indi həmin şeyləri xahiş edirəm şagirdlərin haqqında bərpa eləyəcəkdən. Bütün hansı sahəyə baxsan bu hədislə, görürsən ki, bunu düşünəndə artıq bir an belə yaranışsan islah olursan. Sən heç kimə qarşı ədalətsizlik, haqsızlıq eləmək fikrində olmursun. Çünki özünü birinci növbədə düşünürsən. Çünki insan özünü sevdiyi qədər təbii ki, çox şeyləri sevə bilmir. Özünü çox mühüm bilir və həmişə öz marağını, öz rifahına daha çox əhəmiyyət verir deyənə həmişə düşünür. Görsən, fikirləşir, mən onun yerində olsaydım belə eləyərdim, mən onun yerində olsaydım belə eləyərdim. Buyurur ki, lap yaxşı. İndi ki, sən gəlmirsən, o yerdəsən, bir şey eləyəndə elə ki, başqası deməsin, mən onun yerində olsaydım belə eləyərdim. Bu, məsələn, deyək, hansısa bir çöldə, bayırda olunan işlərdə. Hətta biz diqqət eləsək, bunu ibadət və günahlarda da hədisi biz icra edə bilirik. Baxın, mən bir misal vurum icazənizlə. Hədisdə var ki, naməhrəmə baxmaq günahdır. Xüsusən də ki, indi mübarək Ramazan ayıdır. Belə buyurublar ki, Ramazan ayı yalnız mədəvizin aclığından ibarət olmasın. Bədənimizin digər üzvləri də oruç tutsunlar. Gözün öz orucu var, qulağın öz orucu var, ağzın öz orucu var. Bütün bədənlər oruc saxlanılır. Gözün ibadətlərindən, orucundan budur ki, göz naməhrəmə baxmasın. Bunu insan nə qədər də çalışırsa, çox vaxt görsən, məsələn, soruşurlar, mən bacara bilmirəm, mən eləyə bilmirəm, alınmır, necə eləyim falan. Müxtəlif cavablar verirlər, alimlər və hədislərdə buna bir çox işarələr eləyiblər. Məsələn, yollarından biri budur ki, hədislərdə buyurulub ki, bilin ki, siz bir başqa naməhrəmə baxırsınızsa, Allahın yaratdığı aləm elə bir aləmdir ki, o fırlanıb bir gün özünə qayıdacaq. Əgər bu gün sən başqasının naməhrəminə baxırsansa, dərhal düşüncünən ki, sənin də naməhrəmə baxacaqlar. Bu hədis insanda o qeyrəti cuşa gətirir ki, sən öz
qeyrətli düşün və başa düş ki, sənin namusun barəsində də, sənin məhrəmin barəsində bu baş verə bilər deyə sən bundan çəkinə biləsən. Həmin Qayıdıq İmam Həsənin hədisində ki, özünü istəmədiyi başqasına istəmə, özünü istədiyi başqasına istə. Sən birinin xoşuna gələrmi ki, onun məhrəminə, belə deyək, yad baxışlar baxılsın? Təbii ki, istəməz. Əgər istəmirsənsə, xahiş edirəm özündə, başqası üçün onu eləməkdən. Yəni, görürük ki, bu hədisi nə qədər həyatın sahələri var, o sahələrə tətbiq eləsək, hamısına uyğun gəlir. Bütün məsələlərdə insan istər ata olsun, istər dost olsun, istər nə bilim dediyim kimi müəllim olsun, müdir olsun, nə olur olsun, istər xanım olsun, ana olsun, bacı olsun, nə bilim nə olur o bütün sahələrində biz İmam Həsən əleyhissalamın bu hədisi ilə yanaşsaq, görürük ki, bizə bir güclü saxlayıcı və qoruyucu bir vasitə verir ki, biz onun vasitəsi ilə həm özümüzü, həm ətrafımızı islah eləyə bilək. Dərhal birinci növbədə biz düşünək ki, mən özüm olsam necə olardı? Mən özüm başıma gəlsə necə olardı? Sevinərdim, sevinməzdim, xoşlayardım, xoşlamazdım, istəyərdim, istəməzdim və bu vasitə ilə də insan qeyd elədiyim kimi düzgün seçim eləyə bilir. İmam Həsən əleyhissalamın məncə bu hədisi bütün insanlar üçün, xüsusən ki, tamaşaçılar bizləri izləyirlər. Bunu həmişə xatırlasınlar İmam Həsəndən. Elə bu Mövlud günü bir hədiyyə kimi qəbul eləsinlər özlərinə ki, İmam Həsən əleyhissalam onlara hədiyyə olaraq bu sözü təzədən bugün bir də qulaqlarına çatdırır, eşitdirir ki, həyatı bu cür nizamlasaz, inşallah ki, gözəl və xoşbəxt bir həyat sürmüş olarsınız. Allah sizi var eləsin. Çox sağ olun gözəl sözlərinizə görə. Allah sizi var eləsin. Xüsusən də bu mübarək ayın gözəl günlərini yaşayırıq və istəyərdim bu gözəl Mövlud günündə dəyərli Əhl-i-Beyt şairi Ağa Mirzə Qail əzizimizdən daha bir gözəl şeir alaq inşallah. Buyurun, söz sizdədir yenidən. Qəmi eşqin elə sandım ki, vəfası yox imiş. Sən demə zövq imiş hər cövrü, cəfası yox imiş. Hər səhər seyr elədim gülşəni, bir zövq bulum. Sənsiz ey qonca, baharın da səfası yox imiş. Vəslüvə yetməyə çox razı niyaz etsəm də, bu işə sən demə haqqın da rızası yox imiş. Vadi vüslətə eşq içrə əcəldir körpü. Dərdi hicranın əcəb özgə davası yox imiş. Yetmədi yarıma bu naləyi dildən bir əsər. Bir sınıq ney kimi əfsus, nəvası yox imiş. Tövbə camın ləbibin şövqü ilə sındırdım. Sonra bildim bu işin şər'i xətası yox imiş. Cismimi möhnət-i eşqinlə əritdim ey gül, ruhumun başqa bu vəhdətdə qidası yox imiş. İndi bu hal ilə görəcək məni yar, bildinmi, qailin xalis imiş eşqi, riyası yox imiş. Var olasınız, Təşəkkür edirəm. Çox sağ olun, var olasınız. Mən yenidən dəyərli Əhl-i-Beyt mədahı istəyərdim Seyid Peyman əzizimizə yenidən söz verim. Seyidcan gözəl ifasından dinləyərdi inşallah. İntizar alovlanıb yenə yandırır. Nə xoş deyil sənə ürəklər alov salıb, məhəbbətin nə yaxşı varsan.
hər səhər yaxınlaşır sənə hər gecə. Zülüm verir mənə, nə dadlıdır şirinliyi, bu həsrətin nə yaxşı varsa. İntizar alovlanıb yenə yandırır, nə xoş deyil sənə, ürəklərə alov salıb məhəbbətin nə yaxşı varsan. Hər səhər yaxınlaşır sənə hər gecə. Zülüm verir mənə, nə dadlıdır şirinliyi, bu həsrətin nə yaxşı varsa. Hardasan, sevənlərin sözü hardasan, könüllərin gözü hardasan, məhəbbətin özü qəlbitə həsrətimiz. Hardasan, sevənlərin sözü hardasan, könüllərin gözü hardasan, məhəbbətin özü qəlbitə həsrətimiz. Ağlama, mənim şirin canım, ağlama, vəfalı cananım, sən ağlasan bu qəm kədər edər bu qəlbi parə parə. Ağlama, sənə gözüm fəda, ağlama, mənəm o bir vəfa, mənim günahlarım səbəb bu ayrılıq, bu intizarə. Ağlama, mənim şirin canım, ağlama, vəfalı cananım, sən ağlasan bu qəm kədər edər bu qəlbi parə parə. Ağlama, sənə gözüm fəda, ağlama, mənəm o bir vəfa, mənim günahlarım səbəb bu ayrılıq, bu intizarə. Hardasan, sevənlərin sözü hardasan, könüllərin gözü hardasan, məhəbbətin özü qəlbitə həsrətimiz. Hardasan, sevənlərin sözü hardasan, könüllərin gözü hardasan, məhəbbətin özü qəlbitə həsrətimiz. Seyidcan, təşəkkür edirik. Allah razı olsun. Allah sizi var edəsin inşallah. Çox sağ olun. Sağ olun, var olun. Təşəkkür ederim. Hacı, bu mübarək Ramazan günlərində Peyğəmbərimizin də bizə bir tapşırığı var, bir tövsiyəsi var. Əhl-i beytimə məvəddət göstərin. Biz bu günlərdə neynəsək Peyğəmbərimizin qəlbimizdən razı olar, xoşnud olar inşallah. Həqiqətən çox mühüm suallardan biridir. Günümüzdə çox ehtiyac duyulan sual və cavablardan biridir. Amma mən sizin icazənizlə bu suala birbaşa cavab verməmişdən əvvəl bir kiçik müqəddimə deyim. Müqəddimə bundan ibarətdir ki, biz belə deyək, məhəbbət və məvəddət mövzusuna çatmazdan əvvəl bir məsələni barəsində düşünməliyik. Və o da bizim əlimizə çatan hədislər, tarixi hadisələr, Quran ayələri barəsində qərəzsiz və düzgün düşünək, məqsədləri tapaq, ondan sonra o deyilən şeylərin hikmətini başa düşək. Bunu başa düşsək, məhəbbət və məvəddət artıq özü avtomatik olaraq insan əldə edə bilər. Belə deyək, məsələn, baxın, bir çox hadisələr var. İstər Quran-ı Kərimdə, istər ayələr olsun, istər tarixi hadisələr olsun, istər hədislər olsun. Qeyd olunur, amma təəssüflər olsun ki, müsəlmanlar bunu bəlkə də gündə də eşidirlər, mütəmadi olaraq eşidirlər, amma nə gedmirlər, üzdən keçirlər. Hikmət və fəlsəfəsini
başa düşmürlər və başa düşmədikdə həmin o ona qarşı olan hissiyatı olan vəzifəsini yerinə yetirə bilmir. Bir üstə məhəbbət, məvəddət, yəni biri məhəbbəti izhar eləməkdir, məvəddət, biri qəlbən sevməkdir. Yəni bunlar hamısı sənin düşüncəndən sonra gələn bir mərhələdir. Düşünməlisən, başa düşməlisən kimdir, nədir, nə baş verir. Ondan sonra görürsən öz qəlbində ona qarşı həmin bu hisslər yaranır. Məsələn, mən icazə özlə bir-iki misal vurum fikrimi izah eləmək üçün. Baxın, hadisələr baş verir. Deyək ki, mən misal üçün lap məşhur misallardan birim. Deyirik ki, namazı qılırıq, bütün hamı namaz qılır. Məsələn, gündə sözlər neçə dəfə təkrarlanır. Namazın hissələrindən biri olan, məsələn, təşəhhüddür. Və təşəhhüd o bölmələrdəndir ki, bütün məzhəblər içində eynidir. Cüzü fərqlə təşəhhüdün hissəsi eynidir. Təşəhhüd nədən ibarətdir? Təşəhhüd 3 hissədən ibarət bir işdir. Məsələn, birinci hissə Allahın təkliyinin şəhadətidir. Əşhədü ən la ilahə illallah vəhdəhu lə şərikə ləh. Bu təvhid, Allah. İkinci hissə Peyğəmbərin peyğəmbərliyidir. Üçüncü hissə salavatdır. Allahın Peyğəmbərə və onun əhl-i beytinə salam və salavat göndərməsidir, dua eləməsidir, belə deyək. Yəni bu 3 bölümü nəzərə alırıq biz. Hətta belə deyək, mən bəzən zarafatla da olsa uşaqlara deyirəm, bəzən bizdən dəlil istəyirlər ki, məsələn, deyirlər, şirk ediyorsunuz, hardan deyirsiniz Allah, Məhəmməd, ya Əli? Amma Allah özü Quranda, namazda özü deyib, Allah, Məhəmməd, Əli, üçünü də deyib. Əşhədü ən la ilahə illallah vəhdəhu lə şərikə ləh, Allah. Əşhədü enne Muhammeden abduhu və rasuluh, Muhammed. Allahümme salli ala Muhammed və Muhammed, Əli. Allah özü namazda deyib, Allah, Muhammed, Əli. Bunu əgər namaz özü deyirsə, bizim üçün niyə şirk olsun? Misal üçün deyirəm, bir əməldir, düşünəndə, başa düşəndə ki, niyə məsələn qiyamətəcən olan bir əməldə biz gəlməliyik hər dəfə Allahın təkliyi, Peyğəmbərin nübüvvəti və əhl-i beytinə salamı deməliyik. Niyə? Qiyamətə qədər insanlar bunu eləməlidir. Buradan Allah nə çatdırmaq istəyir, nəyə başa salmaq istəyir? Namaz mənim üçün ibadətdir və ibadətim Allaha yaxınlaşmaq üçün bir vasitədir. Yəni mən Peyğəmbərin peyğəmbərliyinə şəhadət verməsəm və onun əhl-i beytinə salavat deməsəm, mənim Allaha yaxınlığım baş vermir. Çünki namazın elə bir hissəsindəndir ki, bir üstə namazlarda bəzi hissələr var ki, adam yadından çıxarsa elə problem. Elə bir hissədir ki, ayrılmaz hissədir. Bunu insan deməsə, namaz qəbulunun, hətta böyük əhl-i sünnə alimlərindən birindən sual verirlər, əhl-i beyt barəsindəki fəziləti barəsində nə deyə bilərsiniz? Mən nə deyə bilərəm? Bir halda ki, Allah onlara elə bir məqam verib ki, namazda onlara ədəb göstərməsin, salam verməsin, namazın batildir. Bunu məsələn biz əgər düşünəriksə, biz bunun haqqında fikirləşirsə, dərhal başa düşməliyik, bu artıq adi bir hadisə deyil. Bu da nəsə var. Bəli, bunu düşünüb tapandan sonra ki, əhl-i beyt kimdir və biz onların vasitəsi ilə getməliyik bu dərgaha. Onların vasitəsi ilə biz yaxınlaşmalıyıq və başa düşürük ki, bunlar deməli, xüsusi bir insanlardır, xüsusi fəzilətli bir insanlardır. Bunu qəbul eləyəndən sonra artıq mənim ona qarşı olan məhəbbətim avtomatik olaraq, yəni bir adam ki, məni Allaha yaxınlaşdıracaq, mənim əlimdən tutacaq, məni hidayət eləyəcək, mənim saadətim üçün, mənim xoşbəxtçiliyim üçün mənə yardımcı olacaqsa, mən onu sevməliyəm. Sevməliyəm və sevgini izhar eləməliyəm. Narahat olmaq lazımdır, qeyd eləmək lazımdır. Bütün fürsətlərdə biz Peyğəmbərin, əhl-i beytinin fəzilətlərini, onların üstünlüklərini
danışa bilərik, qeyd eləyə bilərik. Çünki bu həmin yenə deyirəm, namaz ki, qiyamətə qədər bütün müsəlmanlara vacibdir. Özünün içində bunu salmaqla bu mesajı Allah Teala qiyamətə qədər olan insanlara ötürür ki, bunu siz başa düşməlisiniz və qəbul eləməlisiniz. Belə bir əməl və bunlardan onlarla misal vurmaq olar ki, əməllər var. Biz bunları özünü düşünəndə, həqiqəti tapandan sonra, ondan sonra rahat olur işimiz. Ondan sonra artıq biz onların qarşısında mərifət və fikrimiz, məqamımız dəyişir. Onların barəsində düşüncə tərzimiz dəyişir. Onlara yaxınlaşmağımız fərqlidir. Əsas budur ki, onların barəsində müəyyən təsəvvür yaradaq. Məsələn, bax, İmam Həsən əleyhissalam indi Mövlud günüdür. Bir hadisə var İmam Həsəndən, tarixdə məşhur bir hadisədir. Deyirlər, bir nəfər Şamlı gəlir Mədiniyə. Gəlir Mədinədə görür ki, bir nəfərin başına adamlar yığışıb, soruşur kimdir? Deyirlər, bu Həsən ibn Əlidir. Eşidir, onu yaxınlaşır. Tarixdən də üzr istəyirəm, tarixi hadisə deyirlər, yaxınlaşır, deyir, o qədər çox pis surətdə ona cəsarət eləyir, ona ağır sözlər deyir, özü barəsində, atası, anası barəsində ağır-ağır sözlər. İmam Həsən baxır, bir söz demir. Sakitləşəndən sonra buyurur ona ki, deyəsən qəribsən, bu şəhərdən deyilsən. Deyir ki, sənə nə? Yenə kobudluq eləyir. Sənə nə qəribəm? Deyir, qəribsənsə birdən qalmağa yerin olmaz. Nə bilim, yeməyin olmaz. Belə imam mədəniyyət göstərir onun müqabilində. Bu da indi bu qədər acı söz deyib. İmam Həsən bunu danışdıqca, elədikcə bu yavaş-yavaş baxır, görür ki, yox, bu nəsə düzgün alınmır axı. Ondan sonra deyirlər, bir an gəlir özünə. Gələrdən sonra yaxınlaşır İmam Həsənə. Ya, sizi mənə çox pis tanıtdırmışdılar. Sizin barənizdə belə-belə sözlər demişdilər. Mən ona görə o Allaha xatir sizə qarşı kinim var idi. Allaha xatir sizə qarşı mənim çox pis fikrim var idi. Siz ki, bu mədəniyyəti göstərdiniz, mərifət göstərdiniz. Mən başa düşdüm ki, siz artıq o deyilən ola bilməzsiniz. Və yazırlar ki, ömrünün axırınacan iddia öz şəhərinə də getmir. Ölənə qədər qalır İmam Həsənin yanında, ölüm anınacan elə o şəhərdə yaşayır və İmam Həsən əleyhissalamın yaxın səhabələrindən və tərəfdarlarından olur. Nəyin nəticəsində baş verdi bu məhəbbət? İmamda tanışlıq yarandı. İmamı ki, başqa cür tanıyırdı. İmam sanki özünü özünə tanıtdırdı. Sonra hədislər var, İmam Həsən deyir, yanındakilara deyir ki, bu cür tanıtdırmaq yaxşıdır, yoxsa başqa yollarla tanıtdırmaq. Bunlar bizi tanısalar, qəbul edici, bizə qarşı məhəbbətləri yaranacaq, bizə qarşı sevgiləri yaranacaq. Və bu həqiqətdir. Yəni, biz hadisələr ki, baş verir, istər Qurani Kərimdə, məsələn, Allah Teala Qurani Kərimə biz baxsaq, hadisələrdən aşır. Dalıca buyurur ki, bu düşünənlər üçün bir ibrətdir. Bu ağıl sahibləri üçün bir hikmətdir. Yəni, elə belədən danışmadım. Söz xatirinə demədim, məsələn, nə bilim, Əshab-ı Kəhf hadisəsi niyə belə oldu, ya nə bilim, Yusuf zindana belə düşdü, nə bilim, deyək, Fironun xanımı belə oldu, ya nə bilim, insanların, məsələn, kimlər nicat tapdı, kimlər nicat tapmadı, nə qövmlərdən danışır, peyğəmbərlərin ümmətlərindən danışır. Söz xatirinə deyil, bunlar hamısında bir hikmət var ki, onları düşünsöz, həqiqətlər aşkar olunacaq sizə. Həqiqətlər aşkar olunanda baxırsan ki, artıq tamamilə vəziyyət dəyişir. Mən icazənizdən bir misal da yadıma düşdü deyim sizə. Məsələn, bilirsiniz də İmam Zaman əleyhissalamın zuhurunda bir neçə hadisə ki baş verir. Əcəlallah Teala fərcə şərif. Hadisələrdən biri budur ki, Həzrəti İsa Peyğəmbər salavatullah, o da
zuhur eləcək və qayıdacaq və bütün müsəlman mənbələrində yeşdirliklə hamısında qəbul olunan budur ki, İsa Peyğəmbər gələcək və İmam Zaman əleyhissalam namaz qılarkən onun arxasında namaz qılacaq. Bir hədisdir, deyək, nəql olunur. Biz bunu dəfələrlə eşitmişik və bunun üzərindən də rahat keçə bilərik və bunu qəbul eləyə başqa sözlərdə, başqa fikirdə və başqa əqidədə ola bilirik. Halbuki insan üzərində çox yox, bir 5 dəqiqə, 10 dəqiqə düşünsə, bəzi insanda, belə deyək, o nuraniyyət yarada bilər ki, insan həqiqəti aşkar eləyə bilsin. Baxın, məsələn, deyirik ki, İmam Zaman kimdir? Əhl-i Beytdəndir. Hamı qəbul edir? Bəli, qəbul edir. O Əhl-i Beyt sonda bəşəriyyətin nicatı zuhurla, yenə Əhl-i Beytin vasitəsi iləndir. Bəli, məntiqi nəticədə ki, bu belə yaranır. Allahın Ulləzm Peyğəmbəri, İsa Peyğəmbər, adi, belə deyək, sıradan olan bir Peyğəmbər də deyil. Hətta Ulləzmlərin də içində xüsusilə seçilən bir Peyğəmbərdir. Anası barəsində o cür Quran-ı Kərim danışır. Özü barəsində ki, heç bir insan, Adəm Peyğəmbərin indi o ilkin yaradılışı çıxmaq şərtindən heç bir insan dünyaya belə gəlməyib ki, atasız insan dünyaya gəlsin, birbaşa Allah tərəfindən ruhu üfürülsün ana bətninə, o bir neçə saatın içində dünyaya gəlsin, göz açsın, beşikdə danışsın, öz peyğəmbərliyini desin, ölü diriltsin. Heç bir peyğəmbər ölü diriltmək təsəvvürsüz, bu Allaha məxsus olan bir işdir. Yəni, heç bir peyğəmbər demək olar ki, bu barədə Quran-ı Kərim İsa Peyğəmbər nisbətən körlərin gözünü açsın, sanki Allah bunu bu qədər danışır, tərifləyir, nə üçün? Çünki axırda gələcək, məsələn, bu İmam Zamana dəstək verəcək. Gələcək onun əlindən tutacaq. O cür nə bir peyğəmbər yenə gəlir Əhl-i Beytdən arxada dayanır. İndi biz bunu silsiləvari qabağa da apara bilərik də, Əhl-i Beytin başlanğıcı da bıraq. O tək son deyil. Başlanğıcında da, olduğu zamanında da əgər bir peyğəmbər onun arxasında dayanırsa, peyğəmbər olmayan digər insanlar harada dayanmalıdır? Təbii ki, onlar da avtomatik olaraq bunun arxasında dayanmalıdırlar. Axırda bunu qəbul edirik, əvvəldə problemimiz var. Bu hadisəmiz üzərində düşünəndə artıq başa düşə bilsən, bu şəxsiyyət nə cür şəxsiyyətdir? Nə əzəmətliyində şəxsiyyətdir, nə qədər böyüklüyündə şəxsiyyətdir ki, Allah bunu bu formada təqdim edir, bu cür tanıtdırır, yer kürəsini buna vədə verir ki, buna irs satacaq, bunun əlinə düşəcək. Başa düşəndən sonra görək, məhəbbət yarandı. Məhəbbət yaranır, məvəddət gəlir irəli. İstəyirik, danışaq, başa salaq, cəmaata çatdıraq, fəzilətlərini deyək. Hamı bilsin ki, necə bir insanlar var, hamı bilsin həqiqət necədir. Bütün bu məhəbbət və məvəddətin əvvəlində mən həm özümüzə, həm əziz tamaşaçılarımıza bu mübarək ayda arzulayardım ki, hər bir işdə düşüncəni önə salaq. Hər bir eşitdiyimiz hadisə, hər bir eşitdiyimiz hədis yaxud ayə olarkən orada düşünsək, diqqət eləsək, tədəbbür eləsək, bizim üçün qalan şeylər öz-özünə həll olacaq inşallah. Az təşəkkür edirəm, minnətdaram, çox sağ olun. Öz adımdan ona doğru layihəsinin kollektivi adından təşəkkürümü bildirəm hər birinizə. Allah razı olsun. Çəkimizi qəbul elədiniz, gəldiniz, var olasınız. Acı istəyərdim gözəl bir dua eləyəsiniz. Tamaşaçılar da məncə bunu istəyir. Gözəl bir dua eləsiniz bu gözəl gündə, bu mövlud günündə, mübarək ayda. Bu mübarək ayda gəlin, mən həmişə Seyid Peyman olan yerdə həm Seyiddir, həm nəfəsi paçdır. Elə xahiş eləyək Seyid Peyman öz cəddinə xatir inşallah bizləri də dua eləsin. İnşallah. İmamı dua eləsin. Allahümme salli ala Muhammedin və ale Muhammed. İlahi razı et Ali əbani bizlərdən, qəbul elə bu məclisi bizlərdən, özün buyurmusan, Ud'uni estecib lekumin, olar qəbul edəsəm bu duanı bizlərdən.
İlahi, əgər bu məclisə sahib xanım Zəhradır, özün rıza elə sahib əzanı bizlərdən. İlahi pərverdigara tutduğumuz orucları qəbul elə. İlahi bizi əhl-i beytdən ayrı salma. İlahi İmam Zaman əleyhisselamın zuhurun təcil elə. Ey gözəl Allah, o alimlərimiz ki dünyasını dəyişib, o cümlədən bizim əzizimiz Hacı Şahini bu gecələrdə İmam Həsənə qonaq elə. İlahi pərverdigara, aqibətimizi xeyirli et. Allah qəbul eləsin inşallah. Seyyid, Allah səsə bərəkət versin inşallah. Çox sağ olun. Dəyərli tamaşaçılar və bu duaların avazlarından bahəm inşallah istəyərdim. Daha da bərəkət qataq. Qari Quran, əziz qardaşım Kamal Məmmədov, istəyərdim əziz qardaşım sözü sizə verək. أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وأزلفت الجنة للمتقين غير بعيد هذا ما توعدون لكل أواب حفيظ من خشي الرحمن بالغيب وجاء بقلب منيب ادخلوها بسلام ادخلوها بسلام ذلك يوم الخلود لهم ما يشاءون فيها ولدينا مزيد وكم أهلكنا قبلهم من قرن هم أشد منهم بطشا فنقبوا في البلاد هل من محيص إن في ذلك لذكرى لمن كان له قلب أو ألقى السمع وهو شهيد ولقد خلقنا السماوات والأرض وما بينهما في 6
فاصبر على ما يقولون فاصبر على ما يقولون وسبح بحمد ربك قبل طلوع الشمس وقبل الغروب ومن الليل فسبحه وأدبار السجود واستمع يوم ينادي المناد من مكان قريب يوم يسمعون الصيحة بالحق ذلك يوم الخروج إنا نحن نحيي ونميت وإلينا المصير يوم تشقق الأرض عنهم سراعا ما شاء الله. ذلك حشر علينا يسير نحن أعلم بما يقولون وما أنت عليهم بجبار فذكر بالقرآن من يخاف وعيد صدق الله العلي العظيم